Dron səni ən çox hansı anda yarı yolda qoyub və bundan nə dərs çıxarmısan? Deməli biz əvvəllər UZS proqramından uçurduq. O dediyim Mavic Pro-nun vaxtlarında maraqlı bir hadisə gəlmişdi başıma. Deməli mən aşağıdayam, önümüzdə bir dağ var və dron dağı keçib start nöqtəsi dağın digər tərəfindədir. Və mən bunu nəzərə almamışdım. Mən elə dronu qaldırıram, hündürlüyü düzgün verməmişdim. İndi hər şey müasirləşib və sən avtomatik proqram deyir ki, biraz da qaldır, biraz da qaldır. Əvvəllər o yox idi. Əvvəllər hər şeyi sən özün tənzimləməliydin. Deməli, bu da mənim ilk praktik olan vaxtlarımdaydı. İlk sahə təcrübələrimdən biridir. Mən dronu qaldırıram 100 metr start nöqtəsinə getmək üçün. Amma aramızda 200 metrlik bir maneə var. Dron gedir dağda dayanır. Nə qədər deyirəm ki, getmir. O hadisə mənə çox dərs verdi ki, uçuş hündürlüyünü terrenə uyğun vermək lazımdır və bu mənim üçün maraqlı bir təcrübə idi. Dron texnologiyası hansı problemi həll etdi, amma əvəzində yeni problem yaratdı? Dron texnologiyası demək olar ki, insan əməyini, yəni sırf topoqrafların işinə daha çox yaradı. Amma sonradan məlumatlar uzlaşdıranda bir-birindən hündürlük modellərində başladı problemlər yaranmağa. Çünki sifarişçidə olurdu ki, o başqa hündürlük modellərindən istifadə edirdi. Məsələn, EGM96 modelindən istifadə edirdi. Amma deyək ki, biz uçuşu eləmişik 2008 modelinə uyğun. Arada səhv eləmirəmsə, hardasa 16 metrlik hündürlük xətası yaranır. Və bu vaxtda bu artıq yeni bir problem yaratdı ki, sifarişçi köhnə hündürlük modelindədir. Azərbaycanda demək olar ki, əksər sifarişçilər bu köhnə modeldədir. Amma sən dronla uçmaq istəyirsənsə, hökməndir ki, hökmən deməyim, yaxşı olardı ki, EM 2008-də ellipsoid hündürlükdə uçasınız. Bir layihədə dronun yox, insanın səhvi işi nə qədər bahalaşdıra bilər? Bir dəfə başıma belə bir şey gəlmişdi ki, deməli biz Emlit Flow-dan istifadə edirdik, Emlit RIS-dən istifadə edirdik alət olaraq. Mən elə bil ki, 5-ci rəqəmi ləhdə longda, birində ləhdə mən 5-ci rəqəmi səhv yazmışdım. Nöqtədən sonra 5-ci rəqəmi səhv yazmışdım. Və bu uçuşu demək olar ki, yararsız bir hala gətirib çıxartmışdı. Biz çox prosesdən keçəndən sonra o elədiyimiz uçuşu geri qaytara bildik. Amma ki, yaxşı olardı ki, orada mən o səhvi eləməyim. Amma o gündən bu yana da hər dəfə elə bil alətlə özüm işləyəndə və yanımda olan operator olanda birinci tələb elədiyim odur ki, düzgün yoxlamısanmı və gəl biz bir yerdə yoxlayaq. Və o gündən bu günə o problem mənim başıma gəlmir. Səncə dronlar geodeziyanı sadələşdirdi yoxsa məsuliyyəti artırdı? Burada məsuliyyət məncə qaldı öz yerində, amma ki, əlbəttə asanlaşdırdı. Niyə görə? Çünki əvvəllər DTM-in üzərində işləyirdilər, sadəcə modeli görə bilirdilər, amma indi ortofotonu görə bilirlər və onların işlərini daha çox sadələşdirdi. Niyə? Bu ən çox mədən işlərində rast gəlindi bu sadəlik. Çünki geodistlər gedirdilər, mədənə baxırdılar, harda nə var, nə yox. Bunu dəqiq yadda saxlamaq olmur. Sadəcə DTM-ə baxanda, yəni korичневый bir DTM görsənirdi, ya hər nə rəngdədirsə də o rəngdə bir DTM görsənirdi. Amma artıq ortofotonu görəndə, ortofotoda oradakı o daş yığını, qum yığını və yaxud da ki, tullantını rahat bir şəkildə görə bilirdilər. Və bu da onların işlərini daha çox asanlaşdırdı. Məsuliyyət məsələsinə gəldikdə isə burada məsuliyyət demək olardı ki, operatorun üzərinə düşür. Çünki o ortofotonu yaxşı görməlidir. Bunun üçün sənin fokusun yerində olmalıdır ki, görüntü keyfiyyətin daha yaxşı olsun. Bir uçuşu ləğv etmək peşəkarlıqdır yoxsa qorxaqlıq? Aha. Bu maraqlı sualdır. Burada yanaşma var. Deyək ki, mənim öz dronum var. Hava biraz küləklidir. Burada hardasa qorxaqlıq olur operatorlarda ki, tez dronu endirirlər yerə. Və yaxud da ki, baxırlar ki, bu biraz ağac olan ərazidir, mən kadrımı elə götürməliyəm ki, o elə hesab edir ki, mənim dronum divara dəyməyə ehtimalı var. Və bu halda dronu geri çağırmaq qorxaqlıqdır. Bu peşəkarlıq deyil.
Bu dronu geri çağırma o zaman peşəkarlıqdır ki, sən artıq gözün monitordadır və sən küləyin oynadığını görə bilirsən, arsa əlaqənin saraldığını görə bilirsən və yaxud da ki, RTK əlaqəsində bir boşluğun olduğunu, rəngin oranjlı olduğunu görə bilirsən və sən artıq yerində qərar verirsən ki, hə, mən bunu qaytarmalıyam. Sənə hansı təzyiqlər gələcəyindən asılı olmayaraq, çünki o uçuşun məsuliyyəti, o dronun məsuliyyəti birbaşa həmin operatorun üzərindədir. O zaman dronu qaytarmaq peşəkarlıqdır. Dron sənayesində sənin fikrincə ən çox şişirdilən mövzu hansıdır? Bayaq da söhbət elədiyimiz o hansı ki 7-8 uçuş edir və yaxud da ki 7-8 aydır bu sənayedədir. Onlar özlərini ilə aparırlar ki, sanki yoxdur bunlardan. Amma mən əmin edirəm ki, o cür pilotlardan daha yaxşı pilotlar var Azərbaycanda, daha yaxşı operatorlar var və onlara nəsə yaxınlaşıb nəsə kimsə sual verəndə, öyrənmək məqsədindən sual verəndə onlar özlərini elə yuxarıdan aparırlar ki, mən bunun şahidi olmuşam. Elə yuxarıdan aparırlar ki, sanki onun dediyini qarşıdakı insan başa düşməyəcəkdir və bunun rahatçılığı var bu adamda. Əgər siz özünüz də böyümək istəyirsinizsə də, daha da peşəkarlaşmaq istəyirsinizsə də, öyrətmək yönümlü olun. Siz öyrətmək yönümlü olsanız, bu sahədə rəqabət artacaqdır. Sizin peşəkarlığınız, sizin biliyiniz daha çoxdursa da, bu sferada sizin qiymətiniz daha da yuxarı qalxacaq. Yəni kimsə öyrətməkdən qorxmayın, çəkinməyin. Sahədə burada dron uçmaz dediyin vəziyyətlər hansılardır? Çox olubdu. Məsəl üçün Kəlbəcər uçuşlarında, çünki Kəlbəcərdə daha çox sıldırım qayalar çoxdur. Orada dronla görüntü məsafəsi azalır. Sən dronu görə bilmirsən. Tez-tez bu dağın yamacından çıxır, bu dağın yamacına girir və sən demək olar ki, görüntün olmur. Görüntün olmayanda operator özünü biraz təhlükədə sayır. Özünü yox, daha doğrusu dronu təhlükədə sayır. Bu halda biz sadəcə olaraq texnologiyaya güvənməliyik və mən daha çox texnologiyaya güvənirəm, o mühəndisliyə güvənirəm. Amma nə vaxt ki, artıq arsa əlaqəmiz, dronla olan əlaqəmiz saralır və qızarır, bu dron anında geri gəlməlidir. Çalışın bu sahədə çalışın ki, dronu göndərməmişdən öncə bu sferalarda orada o ayarları düzəldin ki, əgər arsa əlaqəm itsə 10 saniyə sonra, 15 saniyə sonra dron avtomatik olaraq özü geri gəlsin. Çünki təcrübəmdə bir çox pilotlar görmüşəm ki, onu düzəltməyiblər, o ayarı düzəltməyiblər və dron geri gəlmir. Çünki olduğu yerdə də bəzən GPS itə bilər. GPS itirsə də deməli dron kordur. Bu hala mütləq diqqət etmək lazımdır. Bu sahədə səni hələ də həyəcanlandıran nə qalıb? Demək olar ki, hər uçuş bir praktikadır və orada sənə nəyisə göstərir. İnandırım sizə ki, elə hər uçuşun özü həyəcanlı keçir. Elə olur ki, standart uçuşlar olur, daim eyni yerlərdə uçuşlar edirsən, sırf həcmlərin hesablanması üçün və sən artıq orada həyəcan axtarırsan ki, bir dənə problem olardı, mənim bilmədiyim bir problem olardı. O problemlə rastlaşardım və bu problemi yoluna qoyardım. O ilk istək, o ilk məhəbbət təzədən geri gəlsin. Amma demək olar ki, hər uçuşun öz həyəcanı var. Əgər sabah dronlar tam avtomatlaşsa, bu sahədə kimlər oyundan çıxar? Bu artıq dron sənayesi, deyim, bu müasir sənaye yeni olduğuna baxmayaraq, demək olar ki, bir 10 ildən sonra bir çox pilotlar sıradan çıxacaqdır. Niyə görə? Çünki artıq dronların öz yuvaları olacaq və o yuvaları idarə edəcək 1-2 nəfər insan olacaqdır. Artıq manual idarədən söhbət getməyəcək. İndi toylar falan, bunlar heç. Amma ki, bu sırf sənayedə dərmanlama olsun, ortofoto çəkilişləri olsun, bu sənayeni artıq Amerikada inkişaf elətdirirlər. Çünki hər dirəklər var ki, o dirəklərdə yuvacıqlar var, dron yuvacıqlar var və dron gəlir orada insan əməyi olmadan, orada batareya zaryadka şarj götürür və təzədən qayıdır həmin sahəyə. Və bu dirəkləri artıq Amerikada çoxaltmağa başlayıblar bəzi əyalətlərdə və bu o deməkdir ki, 10 ildən sonra pilotların əməyi bazardan çıxacaqdır.
Düzdür, bu bizim ölkəmizə gəlib çatmağı biraz uzun bir vaxt çəkəcəkdir. Bir 15 ilə, 20 ilə. Amma məncə heç il də demək biraz yanlışlıq olardı. Amma bir müddət uzun çəkəcəkdir o sistemin Azərbaycana gəlib oturmağı. Sahədə ən təhlükəli şey pis hava şəraitidir, yoxsa həddən artıq özünə güvən? Özünə güvən operatorların başına bəzən oyun açır. Çünki mən də o dönəmdən keçmişəm. Həmin vaxt mənim rəhbərlərimdən biri mənə dedi ki, bir misal çəkdi. Deməli, sizə də maraqlı olacaqdı o özgüvəni aradan götürmək üçün. O misal çəkdi ki, bir paraşütçü var idi. O bir gün ərzində 100-dən artıq paraşütdən atlama həyata keçirmişdi və bu dünyada ən yaxşı paraşütdən atlanan adam idi. O deyir ki, o bir 100-cü, 150-ci say yadımda qalmırdı. O deyir, o tullanmanı həyata keçirəndə o özünə o qədər güvənirdi ki, o paraşütü taxmaq yadından çıxmışdı. Və o atlanır kopterdən və həyatını itirir. Bax, burada biz özümüzə o qədər özgüvənli ola bilərik ki, sahədəki o pis şəraitdə. Özgüvənli o qədər ola bilərik ki, biz uçurmuşuq, biz yenə də uçurarıq. Bu sizin karyeranıza mal ola bilər. Və siz artıq heç kəsə lazım olmaya bilərsiniz o paraşütçü kimi. Karyeranızda bitərsiniz. Ona görə də çalışmaq lazımdır. Özgüvən yaxşı şeydir, amma lazım olduğu yerdə. Bir uçuşu ləğv edib bunu komandaya izah etmək niyə bu qədər çətindir? Çətindir çünki onlar sahədə deyillər. Yeni başlayan vaxtlarda deyək ki, şirkətin deadline var və bu deadline-da bu iş təhvil verilməlidir. Deyək ki, bu deadline-da iştirak edir GIS komandası və drone komandası. Drone komandası sahədən məlumatları gətirir, verir GIS komandasına. GIS komandası onu proses edir, o məlumatları emal edir və təqdim olunur sifarişçi şirkətə. Deyək ki, burada bizim vaxtımız azdır, amma hava şəraiti də o deyil. Burada operator başa sala bilmir ki, GIS-də olan əməkdaşları ki, hava yaxşı deyil. Bu drone uça bilməz, drone təhlükədədir. GIS drone əhəmiyyətini və yaxud da ki, uçma şəraitini bilmədiyinə görə artıq GIS komandasından drone komandasına təzyiqlər başlayır ki, sən işi gecikdirirsən, amma əslində elə deyil. Sadəcə bu dronun uçmaq mühiti var. Uçmaq təhlükəsizliyi var, təhlükəsiz hava şəraiti var. Burada məsələn icazələr var. Bunların hamısı olduqdan sonra, hamısı təmin olunduqdan sonra burada elə bir problem olmur. Amma dediyim kimi bu təzyiqlər o vaxt başlayır ki, GIS komandası dronun sahə işindən xəbərdar olmur. Əgər xəbərdar olarsa da heç bir təzyiq olmaz. Bu sahədə səni hələ də ayıq saxlayan qorxu nədir? Aha. Məni hələ də ayıq saxlayan qorxu mənim ekranımdır. Pultun monitorudur. Orada heç bir pilot istəməz ki, ağ olan yazıların rəngi dəyişsin. Ekran monitorun ən üst hissəsində. RC əlaqəsidir, qızarmasın, RTK itməsin və GPS saralmasın. Hər bir operatoru qorxuda saxlayan o üç amildir və daim diqqətləri o üç yazıda olur ki, üçü də yerində olsun. Çünki əgər üçündən biri olmasa, həm uçuşumuz lazımsızdır, həm də təhlükəli.